Ərcan ətərsən? Əla, sən ətərsən. Yaxşı olsun. Müğənni kimi görmüşdük. Gənc idin, çılğın idin. İndi ata kimi bəs nə dəyişdirdin sən? Məsuliyyət artdı. Çox aldı. Əvvəl özümü fikirləşirdim, indi özümü yox. Ailə fikirləşsən. Ailəm fikirləşirdim. Bəs yaxşı, əvvəl misal üçün gənclər gecə yığışanda bir yerə ən çox tələbatlı müğənnilərin biri də sən idin, o gənclər xüsusi olaraq səni istəyirlər. İndi gəlirsən bu məclislərə yenə, yoxsa ailə səndəyə yığışmısan? Belə deyək də, o məclislərə getməsəm də, belə deyək, hansı məclislərə görürsən, kabinet falan deyirsən, yox, onunla kabinetlərə getmirəm, belə özəl məclis. Gedənlərə pis baxsan? Gedənlər, mən heç kimi qınamıram, kim gedir özü bilər, amma... Yəni özünə niyə açdırmırsan misal üçün orada oxumağı? Orada oxumaq, çünki orada oxuyursan pul var, amma vizyon yoxdur. Vizyon qalmış, ona görə. Demək istəyir ki, müğənni yeri səhnədir. Müğənni yeri səhnədir. Ya, əslində müğənni olan yer hər yer səhnədir. Kazım Oba demişlər. Elə deyil. Təşəkkür. Sağ olun.